Hər kəs sağ olun dostlar, kanalıma və videoma xoş gəldiniz. Bu yeni bir videoyla qarşınızdayım. Videoyu keçməmişdən əvvəl dostlar sizdən bir xahişim olacaq ki, kanala maksimum şəkildə abunə olasınız ki, artıq 200 abunəyə çataq. 188 abunəyə gördüyünüz kimi. 200 abunəyə çatmaq üçün kanalı izləyirsinizsə, abunə deyilsinizsə, abunə olaraq dəstək ola bilərsiniz. Həmçinin video bəyənsəniz, like ata bilərsiniz. Bir də dostlar, şərhlərdə Telegram kanalımın linkini yerləşdirəcəm. Orada da dostlar gündəlik kriptovalyuta haqqında xəbərlər və videolar haqqında xəbərləri paylaşıram. Həmçinin dünya səhm bazarı və s. haqqında xəbərləri, yəni maraqlı və vacib xəbərlər paylaşıram dostlar. Və öz fikirlərim də var o kanalda girib takib edə bilərsiniz, abunə ola bilərsiniz. Belə dostlar, gəlin videoya keçək dostlar. İlk olaraq bir 5 şirkət sənə pul qazandıracaq haqqında bir video var idi dostlar, son video. Yəni 3 həftə əvvəl çəkdiyim video. Bu videodan sonra dostlar, düzdür Telegramda da bunu post olaraq paylaşmışam. Burada da belə qısaca göstərsəm dostlar, yəni o videoda sizə məsləhət gördüyüm həmin 5 şirkətə yatırım etsəydiniz dostlar, həqiqətən çox yaxşı miqdarlarda pullar qazanacaqdınız dostlar. O videoda deməli Nvidia-dan danışmışam, Tesla, Nvidia, sonra Broadcom səhv eləmirəmsə, bir də TSM şirkəti, yəni Tayvan Semiconductor şirkəti haqqında və bu şirkətlər haqqında danışmışdım. Bir də Oracle şirkətləri də səhv etmirəmsə danışmışdım. Yəni bu şirkətlərə həmən video zamanında yatırım etsəydiniz dostlar, həqiqətən çox gözəl miqdarlarda pullar qazanacaqdınız. Nvidia məsələn adi bir nümunə çəkib, mən o video çəkəndə $107 idi dostlar. Hal-hazırda isə $135-dır. Yəni aradakı fərq 28 dollarlıq bir fərq var dostlar. $107-dan $135. 28 dollarlıq bir fərq var. Siz bu səhmdən 2, 3, 4 dənə alsaydınız, yəni $100 yaxın, hətta $100-dan çox gəlir qazanacaqdınız. Təkcə o şirkət yox, digər məsləhət gördüyüm TSM şirkətinin, Tayvan Semiconductor şirkətinin özü belə, yəni təxmini bir $60 yaxın səhm artışı edib dostlar, dəyər artışı edib səhmlərdə. Yəni fürsətlər belə olur dostlar. Bu fürsətləri dəyərləndirmək hər birimizin borcudur, əgər ki bu bazara sərmayə qoyuruqsa, yatırım ediriksə. Belə dostlar, gəlin bu iki videomuza keçək. Bu iki videoda dostlar kriptovalyuta bazarının indiki vəziyyətdən danışacağıq. Bu bazar dəyəri 3.133 milyard dollarsa trilyon dollardır. Və bugünkü deməli ETF girişi 681 milyon olub dostlar. Yəni Bitcoin və Ethereum-un səhm olaraq alışından söhbət gedir ETF girişi. Gördüyünüz kimi son günlərdə demək olar müsbət olaraq izləyir Bitcoin-i. Ethereum-da daha azdır. Amma Ethereum-da artışa başlayıb dostlar. Bunun haqqında birazdan danışacağım. Və gördüyünüz ki Bitcoin dəyəri hal-hazırda $105.000-dır. Təxminən 3 həftə əvvəl Bitcoin-in dəyəri gəlib burada sənədli sübutda göstərək. Bir maz, yəni bir ay fərqlə. Bir ay əvvəl 84.000 səviyyədə olan Bitcoin hal-hazırda $105.000 səviyyəsində, hətta 106.000-ə qalxmışdı pik nöqtəsi, 105.000-ə düşdü. Və bununla bərabər Ethereum-da dostlar bir artış elədi. Təxmini burada da baxaq dəqiq olsun. 1600-lərə düşən Ethereum-un hal-hazırdakı dəyəri $2500-dır dostlar. Çox yaxşı artış elədi bir ay ərzində. Yəni təsəvvür edin, bir ay ərzində siz bir dənə Ethereum alsanız dostlar, təxmini olaraq 1500-dən 2500, yəni $1000 bir gəlir əldə edirsiniz dostlar. Yəni bu elə də bir az məbləğ deyil. Sadəcə bazarı düzgün izləsəniz dostlar, bu soruşa bilərsiniz necə düzgün izləyə bilər dostlar. Sadəcə texniki analizdə demək lazım deyil buna. Sadəcə bir qrafikə bir nəzər yetirmək bəs eləyir dostlar. Deməli
bunun alış nöqtəsinin hardan olduğunu tapmaq. Düzdür, alış nöqtəsini tamamilə düzgün tapa bilməzsiniz, amma mərhələli alışda yenə də pul qazana bilərsiniz dostlar. Gəlin adicə belə bir ADRS dominansına baxaq. Yəni altcoinlər dominansına gəlin 1 saatlıq qrafikdə, ya uzun qrafikdə baxaq. Bir dəqiqə, hə. Yəni belə bir qrafikə baxaq. 1 saatlığa da baxmaq əslində. 1 günlüyə baxaq. Çünki bizə 12-dən, bəli, 12-dən düşüş dostlar. 12 deməli 2024-cü il dekabr ayından dostlar altcoin dominans düşməyə davam edir. Və gördüyünüz kimi 1 mart tarixində, daha doğrusu 6 aprel tarixində olan dip nöqtə yenidən təkrarladı və bu səfər düzgün bir yüksəliş oldu dostlar. Bunu hardan bilə bilərik? Baxaq dostlar, 7 deməli dostlar baxın 7 deməli iyul ayı. 7 iyul tarixində dip nöqtəsini edib və alt dəstəyə dəyib dostlar. Bu dəstəkləri çəkmək çox asandır, yəni. Bunu heç olmasa çəkməyi bacarın əgər kriptovalyuta bazarda sərmayə qoyursunuz. Gördüyünüz kimi ən alt nöqtələri seçirik və dəstəyi onların toxunduğu nöqtələrdə çəkirik. Bu qədər bəsit. Və dirənci də həmçinin eyni nöqtədir. Dəstək altdır, dirənc üst nöqtədir. Və bəli, harda qalmışdıq? 12 bizə əsas 12 nöqtəsi maraqlıdır. Gördüyünüz kimi dostlar, bu xəttlərdə, yəni bu məsələn 8.58-də və 7 ən aşağı nöqtə 7.68-də dəstək nöqtələri var dostlar, dəstək nöqtələri. Bu nöqtələrə deməli nəzər yetirmək vacibdir. Məsələn 11 nöqtəsində dəstək nöqtəsi var. Dəstək nöqtəsində saxlaya bilmədi, düşdü. Hara düşdü? Gördüyünüz kimi bunun bir alt dəstəyinə 9.54-də. 9.54-də də dayana bilmədi və hara düşdü? Yenə də bir alt nöqtəsi olan 8.69-a. Bu nöqtələr vacib nöqtələrdir dostlar. Yəni hətta sizə çəkərək göstərim. Gördüyünüz kimi baxın. Baxın dostlar. Və sonradan nə oldu? Alt dəstəyi qırdı. Qırdı harda dayandı? Bu nöqtədə. Yəni bu dostlar keçmiş alış nöqtələrdir və bunu yadınıza çıxarmayın ki, bazarda trade edənlərin, yəni çoxdan trade edənlərin sayı çoxdur. 5 il, 10 il, 15 il ərzində və bu insanlar keçmiş trade etdikləri təcrübələrə əsaslanaraq indi trade edirlər və ona görə də alış nöqtələrini və satış nöqtələrini çox vaxt təkrarlayırlar dostlar. Təbii bazara hər gün yeni investor daxil olur, hər gün yeni pullar daxil olur, yeni həcmlər yaranır. Lakin yenə də çox bəzi şeylər var ki, onlar həmişə təkrarlanır dostlar. Və gördüyünüz kimi hal-hazırda medium nöqtəni, məsələn, siz bu dəstəklərdə alış etsəydiniz dostlar, həqiqətən. Amma bütün coinləri nəzərdə tutmuram, amma gəlin sizə bir şey də göstərim. Yəni bazarda deyirlər, məsələn, bir qoyub 5 götürmək falan söhbətdir. Gəlin sizə belə bir şey göstərim. Dogefatın qrafikini göstərim dostlar sizə. Deməli dostlar, Dogifat 21 aprel 2025-ci ildə 43 sent dəyərində, yəni yerlərdə sürülürdü. Hətta 38-ə düşmüşdü, səhv etmirəmsə. Özünüz dəqiq baxarsınız, istəsəniz. Maraqlı olsun. Və 22 aprel. Baxaq 22 apreldə ADRS dominans hardaydı dostlar. Baxaq 22 aprel, bir dəqiq səhvə yenilənir. 22 aprel. Burada. Gördüyünüz kimi dostlar 22 apreldə hələ də aşağıdadır ADRS dominans. 22 apreldə biz görürük ki, buradan artıq dəstəklərə dəyib və dəstək yaranıb. Burada da güclü 1, 2, 3, 4 dəstəklər yaranıb. Və görürük 38-dədir. Dogifat, Vifcoin. Vifcoin-də bu arada Solana deməli ekosistemindədir. Yəni bu da Solana artdıqca Vifcoin artmasına gətirib çıxarır. Bəli, 38-dən görürük bir alış edirik dostlar. Bu etibarlı meme-coin olduğuna görə ona görə deyirəm dostlar. Çünki elə meme-coinlər var ki, Binance son vaxtlar çox delist edir. Yəni delist ondan meme-coin almaq və yaxud da ümumiyyətlə kriptovalyuta almaq delist ondan heç kimə arzu eləmirəm. Ona görə də çalışın ekosistemi güclü və topluluğu güclü olan deməli
kriptovalyutalar. Hətta bu yaxınlarda deməli Move coin-ə delist elədilər. Qiyməti çox düşdüyünə görə səhv etmirəmsə bu səbəb idi. Lakin onu təsəvvür edin, Donald Trump'ın öz yaratdığı Fidelity deməli layihəsində almışdı həmin Move coin-i, milyonlarla yatırım etmişdi. Təsəvvür edin, onun Donald Trump'ın komandası yatırım etdiyi kriptovalyuta belə delist olundu dostlar. Delist olunacaq da monitorinqdə idi. Bilməm delist oldu ya yox, amma çox aşağı düşdü. 38-dən aldıq dostlar və nə oldu dostlar? Qiyməti 1.34-ə qədər qalxdı. 4 qat yüksəliş etdi dostlar. Təsəvvür 100 dollar qoymusunuz, 400 dollar çıxarırsınız birjadan və yaxud 400 qoymusunuz, 1600 dollar çıxarırsınız. Yəni dostlar, belə fürsətləri əldən verməyin, bir ay içində 174%-ə qədər yüksəliş edib dostlar. İndi burada 124 yazılıb, burada tam düz yazmayıb. Çünki ümumi birjalar göstərir. Amma sizə bu Binance birjasında 174%, hətta 174-dən daha yüksək bir yüksəliş edib dostlar və bu kriptovalyutada potensialı yüksəkdir dostlar. Yəni ən aşağı nöqtələrdə 33 sentdən alış etsəydiniz dostlar, 1.34-də satış edərək çox yaxşı pullar qazana bilərdiniz dostlar. Bunlara diqqət eləyə çalışaq bazarda. Qıraqda pul saxlayaq, USDT saxlayaq, manat saxlayaq, manatı sahiblər üçün saxlayaq, USDT kriptovalyuta üçün saxlayaq. Yaxşı manat saxlamışsınız, dollar saxlayın. Tək ki, istifadə oluna biləcək qıraqda pulunuz olsun dostlar və bazarda fürsətləri əldən verməyin dostlar. Məsələn, mən nə elədim bu düşüşdə dostlar? Bu düşüşdə Doge aldım, Dogecoin. Dogecoin aldım, neçədən aldım, bunu sizə göstərim dostlar. Dəqiqə. Bəli, Dogecoin aldım. Niyə aldım? Çünki sentyabr mənim fikrimcə və ümumiyyətlə gözləntilərə əsasən, yəni bir çox traderin gözləntilərə əsasən Dogecoin artıq 2026-ya kimi ETF-i doğrulaması edəcək dostlar. Yəni artıq sənədləşmiş olaraq kriptovalyuta olacaq və Dogecoin əgər ETF-i olarsa, ETF-si olarsa daha doğrusu 1 dollar belə gələcəyini gözləyirəm dostlar. Bu mənim şəxsi fikrimdir. Yatırım tövsiyəsi deyil necə deyərlər. Amma gözləntilərim bu yöndədir dostlar. Mən neçə sentdən aldım dostlar? 17 sentdən aldım bunu. Düz yenə də yüksəkdən almışam. Amma ki hal-hazırdakı rəqəmlərə baxın. Son bir aydakı ən aşağı nöqtələrdən demək olar almışam. 14 sentdə demək olar ən aşağı nöqtə. Mən 17-dən almışam. Sonradan nə oldu dostlar? Qalxdı 26 sentə qədər belə qalxış elədi dostlar. Hal-hazırda 22-ni saxlayıram. Məncə ETF-dən sonra 1 dollara kimi qalxma ehtimalı var dostlar. Yəni indi də xeyirlə sata bilərəm. Hal-hazırda da xeyirdəyəm. Təxminən 100 dollara yaxın xeyirdəyəm. Lakin bu həcmə bağlıdır. Yəni alış xeyir həcmə bağlıdır. Bir ayda 42% artış edib dostlar. Yəni bu fürsətləri çalışaq dəyərləndirək dostlar. XRP-yə baxaq. Təbii hər coin-i almayın dostlar. Hər coin-i almaq da düzgün bir şeydir. Tanınmış coinləri alın. Baxın volatillik səviyyələrinə. Volatillik səviyyəsi səfərarası belə deyilirdi. Yəni oynaqlıq səviyyələrini bir sözlə belə desə, yəni nə qədər dəyişir falan o səviyyələrdə söhbət gedir. Baxın dostlar, hətta bu 1.66 idi son bir ay ərzində XRP-nin düşüşü və 2.50-yə qədər qalxıb dostlar. Bu fürsətləri çalışaq, dəyərləndirək son ay. Mənim fikrimcə dostlar, altcoinlər üçün son aylardır. Çünki ən aşağı nöqtələrdə də hal-hazırda. İndi belə alsanız 2026-ya kimi 12 səviyyəsinə qalxsa dostlar, pulunuz 10 qat, 15 qat daha dəyərlənəcək dostlar. Bu fürsətləri əldən verməyək, böyük kriptovalyutalarla yatırımlar edək, sərmayələrimizi edək, portfolyomuzu genişləndirək, 3-5 qəpik qazanıb bazarı tərk etməyək, çalışaq yaxşı miqdarlarda yatırım eləyək. Pulunuzu manata qoyub, fərqi yoxdur, faizlə mi qoyursunuz və yaxud balışın altına mı qoyursunuz və yaxud cüzdanınızda, kartınızda mı saxlayırsınız. Manatda saxlayıb dəyər itirməsinə inflyasiya Azərbaycanda hal-hazırda 9% səviyyələrdə səhv etmirəmsə, yəni yüksək səviyyələrdə dəyər itirməsinə, qida inflyasiyası yüksək səviyyələrdədir. Dəyər itirməsinə izin verməyin və pulunuzu yaxşı
deməli, sərmayələrlə dəyər qazandırın dostlar. Çalışaq bunu eləyə səhmlərlə, kriptolarla. Məsləhətim budur dostlar sizlərə. Bu günlük bu qədər. Video bəyənsəniz like edə bilərsiniz. Əməyi dəyərləndirmək üçün dostlar 200 abunəyə çatmağımız üçün sizdən ən böyük xahişim 200 abunəyə çatmaq üçün abunə olasınız dostlar. Qırmızı abunə ol butonuna vuraraq abunə ola bilərsiniz dostlar. Həmçinin şərhlərdə Telegram kanalı linkini paylaşacağım. Oradan da daxil olub takip edə bilərsiniz. Bu günlük bu qədər. Sağ ol, salamat qalın. Gələn videolarda görüşənədək.